Polşada məşqə getmək və Azərbaycanda məşqə getmək, zallar, idman zalları. Düzdür, baxan deyə bilər ki, zal haqqında danışacaq ən axırıncı adamdır, amma mən deyim ki, Azərbaycandakı zallar buradakı zallardan 15 qat daha yaxşıdır. Azərbaycanda daha güclüdür yəni. Güclü, çox güclüdür. Nə zal var burada? Burada bir dənə Ukraynaların indi açdığı təzə zal var. Smart. Yadımda deyil. Amma belə normalda Stifit, Zdrofit deyən standart. Bir də xırda-xuruş tək zallar var. Atıram Saturn Fitness var və yaxud və onlar da amma Zdrofitə keçir yavaş-yavaş. Yəni ümumi demək istədiyim odur ki, gedirsən, aparatlar az, çeşidliliyi az. Bakıda misal üçün açıldı Qarabağ Fitness falan. İnanılmaz zallar var. Kamil Limaq idi, nə idi? Limaq idi, Olympic Star var idi, First Fitness var idi. Bəs yaxşı, qiymət cəhətdən Yenə Bakı ucuzdur. Bakı ucuzdur. Mən məsəl üçün öz şəxsi təcrübəmdən desəm, 50 manat vermişdim, limitsiz giriş, bir də ki 7/24 işləyir. Sən 50 manata burada zal tapa bilərsən. Amma zalda wow deyildi də, yəni. Brat, yəni burada Zdrofitə 1 aylıq yazılsan 380 zlot. Məsələn. Allah, 360, 380 zlot. A few moments later. Ay Okrisova, bu dediyim bax 1 aylığı 389 zlotdur. Azərbaycanda ən partlayış zal, mən First Fitness-i deyim sənə. İçində sauna, baseyn, zal, kardio yeri ayrı, möhtəşəm bir zaldır. Qiyməti 150-yə 200 manatdır. Amma biz burada indi şirkət içində işləyənlər, məsəl üçün multisportu var, bütün zallara falan pulsuz. Bütün zallara yox, bütün zallara yox. Bizim tərəfdən pulsuzdur da, bizə əsas odur. Yəni məntiqən hə, ki biz heç nə vermirik, amma şirkət ödəyir də onu, yəni də bizim maaşımızdan çıxır. Mən vermirəmsə pulsuzdur da, yəni. Azərbaycanlı məntiqi. Əsas odur. Mən vermirəmsə pulsuzdur. İndi demək istədiyim də odur ki, Zdrofit belə wow bir zal deyil və seçim az olduğuna görə basa-basdır. Nəsə. Tələbələr zada Biaktivlə falan gələnlər də çox olur. Çox olur, ona görə də bahadır. Yəni mən zalları müqayisə eləsək, Azərbaycandakı zallar Polşadakı zalları döyər. Məşqə Gedin.